Tamam, bu sualın həllinə baxaq. Deməli, importumuz A bərabərdir. Bizim listimiz var. 3, 4, 15, 9, 16, 18, 33 və 25 qiymətləri ilə. Burada elimiz boş siyahıdır və for i in A, əgər i'nin A-nın qiymətində hər bir i, hansı ki burada var, kök altı olduğu qiymət özünün də kök altından çıxan tam qiymətinə bərabərdirsə, o zaman K-nı bərabər edirik SQRT i-yə, yəni kök altı i-yə. Və burada L hissəsinə, L siyahımıza əlavə edəcəyik həmən buradan tapdığımız K ədədini. Əks halda isə if-lə eyni hizada olan yazı, əks halda isə L hissəsinə biz L boş siyahımıza əlavə edəcəyik ulduzu. Və burada print çap edəcəyik ən sondakı nəticəni. İlk öncə başlayaq 3 qiymətindən. Deməli, i götürəcək A-dan 3 qiymətini. Bu zaman i götürdüyü zaman 3 qiymətini SQRT kök altında 3 bərabərdirmi? Çünki burada şərt if şərtini verir. Kök altı 3 bərabərdirmi? Kök altı 3-ə tam qiymətində integer hissəsini. Bu da bərabər olmur. Orada kəsrədir alınır. Onun üçün biz burada hissəsindən keçirik L hissəsinə və L siyahımıza əlavə edirik birinci növbədə ulduzu. Və bu formada davam edirik. Daha sonra 4 qiymətinə keçirik. Biz artıq qısa həll yolunu görürük. Görürük ki, burada 4, 9, 16 və 25 bizdə cavaba əlavə olunacaq kök altısının çıxarılışı. Daha sonra ikinci hissədə biz artıq kök altına alırıq 4-ü və buradan tapırıq 2-ni və onu əlavə edirik. 15 kök altısından burada da tam ədəd çıxmadığı üçün, burada kəsr olduğu üçün L hissəsinə daxil edirik və ulduz əlavə edirik. Daha sonra 9 və 16 kök altısından çıxır 3, buradan 4, 18, 33, bunlar da ulduz olacaq. 33-də də ulduz olacaq və ən sonunda isə 25 hissəsi. 25 hissəsindən də 5 çıxdığı üçün biz bunu bu cür tamamlayırıq. Bir dənə misalımıza da baxaq. Misalımızda da bu olacaq C variantı.